Əməkdar artist Könül Kərimova 15 kiloqram çəki itirməsi ilə bağlı verdiyi açıqlamaya görə gündəmə gəlib. Ajansız xəbər verir ki, bu barədə söhbət var verilişində danışan müğənni uzun müddət depressiya yaşadığını deyib. Çəkiyə görə hədsiz dərəcədə depressiya yaşayırdım. Səhnə adamıyıq. İstəyirik ki, hər şey qaydasında olsun. Rahat gündəlik geyimdə bir məkana getdim. Dedilər ki, sən axır vaxtlar çox savırmenli olmusan. 3 pilləkəni qalxa bilmirdim, əziyyət çəkirdim. Kimsə qolumdan tutmasa qalxa bilmirdim. Arıqlamaq üçün hətta Türkiyəyə üst tutdum. Səhnədə müqaviməti itirdim. Səsim də açılıb. Qəribə bir şeydir. İradəli insan deyiləm. Arıqlamağımın səbəbi səhnə məsuliyyətidir. Yoxsa hamı kimi xanım xatın yeyib gezəcəkdim. Uşaq yaşlarımdan şirniyyat sevmirəm. Xəmir xörəklərini, təndir çörəyi, pendir, yağlı, dadlı tamlı yeməkləri sevirəm, o bildirib.